Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina ve şefi'i zunubina ve tabibi kulubina eşrefil enbiyai ve hatemel murselin Ebu'l Kasimi Muhammed ve alihi tayyibin tahirin el-ma'sumin el-mukerremin siyema bakiyetillah fil aradin ve la'nud daim ala a'daihim ecma'in minel an ila liqa'i yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu kavli. Selamun aleykum cemiyan ve rahmetullahi ve berekatuhu. Allah bu gecəni hər birinizdən qəbul eləsin. Allah'a şükürlər olsun ki, Allah bizi bu gecəni dərk etməyə çalışanlardan qərar verib, bu gecəni anlamağa çalışanlardan qərar verib. Allah'a şükür olsun ki, bu gecə də bizi Allah öz qapısına dəvət elədi, özünə tərəf çağırdı və şükür olsun ki, biz də bu dəvəti Allahdan səmimi şəkildə qəbul etməyi bacardıq. Allah bu gecənin bərəkətinə xatir, məğfirətinə, əzəmətinə xatir şəhidlərimizin ruhlarını, mərhum ustadımızın ruhunu, dünyadan köçənlərimizin ruhlarını şad etsin. Şəhidlərimizin və mərhum ustadın pak ruhlarını bizlərə duaçı eləsin və bu səvab əməllərimizdə onları bizim əməllərimizə şərik qərar versin inşallah. Dünən dedi ki, insan günahın acısından gəlməsin Allah qapısına təkcə. Gəlsə onu da qəbul edəcək. Çünki həkimin işi sağaltmaqdır, müalicə etməkdir. Bir insan yalnız ağrılarını hiss eləsə, Allah qapısına gəlsə, ağrıları gedəcək, amma bu müvəqqəti olacaq. Allah isə istəyir əbədi olaraq onun qapısında olaq. Ağrılardan qaçmaq üçün təkcə Allaha müraciət edəndə bu insan həyatında mənfi xüsusiyyətlər formalaşdırır. İnsan sonra yalnız çətinliklərdə Allahı axtarır. Öyrəşir ki, Allah çətinlikləri həll edəndir. Allahın özünə vurula bilmir. Ona görə də bizdən istəyir ki, özünə görə onun qapısına gedək. Fəqət özü üçün. Dünən də qeyd etdik ki, bir dəstə insan çətinliyə düşdülər, çətinlikdə Allahı ixlasla çağırdılar. Allahı ixlasla səslədilər, amma çətinlikdən xilas olan kimi Allaha şərik qoşdular. Quran belə təqdim edir. Deyirlər ki, günah özü də insanı Allaha yaxınlaşdırmaq üçün bir vasitə olur. Amma xoş o insanların halına ki, günah etmədən Allaha tapıblar. Bu daha üstün bir dəyərdir. Bəzi insanlardan Allah möminlərə məxsusdur. Bu nəzərin çəkir ki, eybi yox, qoy qalsın öz başına. Mən onun dərdlərini dağıtmaq qüdrətindəyəm. Onun çətinliklərini həll etmək qüdrətindəyəm, həll edəcəm. Amma bu çətinliyə düşməsə anlamır. Sıxıntı görməsə, məni başa düşmək onun üçün çətin olur. Ona görə də Allah
müvəqqəti olaraq rəhmətin çəkir, insan düşür çətinliyə. Və mən ə'razə an zikri fə innə ləhu məişətən zənka. Hər kəs məni yad etməkdən üz döndərsə, sıxıntılarla baş-başa qalacaq. Allah biraz çəkilir kənara. Çünki bizi müstəqil böyütmək istəyir. İstəyir ki, biz yol gəliriksə, müstəqil gələk. Yol getmək üçün sevgini qoyub, məhəbbəti qoyub. Sıxıntılardan qaçmaqla deyil təkcə. Yusifin qədrini qardaşları Yusifsizlikdə anladılar. Sıxıntıya düşdülər. Sıxıntıdan sonra gördülər ki, Yusif bizim üçün sən demə rəhmət imiş, bəla deyilmiş. Yusif onları bəladan xilas eləyəndən sonra anladılar ki, Yusifin qədrini bilmək lazımdır. Yusif rəhmətdir. Allahın rəhmətidir bizə. Amma belə olmasaydı nə olardı? Belə olmasaydı, Yaqub Peyğəmbərin gözləri tutulmayacaqdı. Belə olmasaydı, Yusif Peyğəmbər kimi bir şəxsiyyət quyuya düşməyəcəkdi, bazarda qul kimi satılmayacaqdı. Görün, bir dəstənin qədri bilməməzliyi ilahi övliyanı nə qədər dərdə çətinliyə saldı, nə qədər sıxıntıya saldı. Ona görə deyirlər bizə ki, çətinliklərdə deyil, təkcə çətinliklərdə axtarmayın Allahı. Çalışın onun sizə olan mərhəmətini, sevgisini tez anlayasınız. Sevgisi ilə yaxınlaşasınız Allaha. Çünki ola bilər ki, çətinlikləri bir başqası da başqa bir yolla həll eləsin, sən heç vaxt sonra Allahı tapa bilməyəsən. Bu xətərlidir. Görsən, biri çətinliyə düşüb. Yavaş-yavaş Allaha sığınmaq baş qaldırır onun içində. Başqa biri gəldi, onun çətinliyini həll elədi. Həmin his aradan getdi. Tapacaqdı, itirdi. İnsanların böyük əksəriyyəti çətinliyə düşəndən sonra Allaha tapırlar. Niyə belədir? Çünki nemətlərinin qədrini bilmirlər. Anlamayıblar ki, Allah bizi nə qədər sevir, başa düşməmişik. Deyirəm, Allahın məzlumiyyəti buradadır ki, sevgisini izah eləyə bilmir bizə. Məhəbbətini bizə izah eləyə bilmir. Çatdıra bilmir bizə ki, mən sizi sevirəm. Neynəsin bizlə? Əgər Allah insanlara çatdıra bilsəydi, insanlar anlasaydılar ki, Allah bizi nə qədər sevir, Fatimənin yadigarı günün altında qətligahda susuz ölməyəcəkdi. Anlamırlar. Anlamırlar, ona görə Allah övliyalarını salır çətinliyə ki, təki bunlar anlasınlar, təki bunlar başa düşsünlər. Allahı tapmaq həmişə yaxşıdır, amma ən yaxşısına Quran dəvət edirsə bizi, çətinliklərdə deyil, xoşbəxtlikdə Allahı tapmaq yaxşıdır. Şadlıqların içində Allahı axtarmaq yaxşıdır. Əslində bizim dünyada işimiz bir müsabiqədir. Bu müsabiqənin də xüsusiyyəti budur ki, kim tez Allahı tapdı. Bu müsabiqənin xüsusiyyəti budur. Kim çox namaz qıldı, kim çox oruç tutdu, kim çox hacca getdi. Bunlar deyil. Kim çox zikir dedi. Allahı tapmadan bunlar boş hərəkətlərdən ibarət olan bir şeydir. Kim tez Allahı tapdı. Bəzi insanlar var ki, çox ayıqdılar. Nə qədər günah etmiş olsalar da belə, tez bir zamanda Allahı tapa bilirlər. Allahın o bəndələrdən xoşu gəlir. Tez bir zamanda.
Adamlar var ki, günah içində boğulurlar. Bir günahdan ləzzət alır, müəyyən qədər. Sıxıntı gəlir. Biraz peşmançılıq keçirir. Sonra yenə başqa bir günahın ardıca gedir. Biraz qəlbi yüngülləşdi. Yenə başqa bir günahın ardıca gedir. Heç kimdə zamin durmayıb ömrə ki, ömür harada dayanacaq. Allah eləməsin, ömür günah eləyən vaxtda dayansın. Çox çətindir. Çox xətərlidir. Əmir əl-Müminin bu gecənin şəhidi Həzrət Əli əleyhissalam buyurur ki, çalışın Allah sizi istəmədiyi yerdə görməsin. O yerdə ki, istəyir sizi görsün, orada olun. O halda olun. Gəldim, bir dənə balaca daş var idi əlində, misallar atıram. O qədər sevgi bəslədin, o qədər əzizlədin onu ki, heç faydası da yoxdur sənə. Bütün aləmlərin içində, yaratdıqlarımın içində o qədər əzizləmişdim səni ki, bir dəfə daşa bəslədiyim məhəbbəti mənə bəsləmədi. Əlindəki daş balaca yerə düşəndə, bir küncü sınanda ürəyivə elə bir ot düşdü. Amma Allahın əlindən çıxanda heç ürəyivə ot düşmədi. Allahı yandıramıdı. Məcazi mənada deyirəm. Hə, yaxşı, dərdlərimizi də dağıdıram, çətinliklərimizi də uzaqlaşdırıram. Bu bəs eləyir sizə. Yəni, mən ancaq dərd, qəm, qüssə həll etmək Allaha deyiləm. Mən həm də sevgi Allahayam. Mən sizi sevirəm. Bir neçə cümləni istəyirəm burada, deyim, keçirəm. Deyir, günah etməyi də başa düşürəm. Quran buyurur, onlar ki, cəhalət üzündən, bilməməzlik üzündən günah etdilər, sonra tövbə etdilər, Allah onları bağışladı. Görün, nə qədər rahatdır bağışlamaq. Onun üçün bağışlamaq çox rahatdır. Çətinliyə salmır. Maraqlısı bilsin nədir? O qədər gözəl varlıqdır ki, o. 5 ildir günah eləyirsən, bugün gəlmirsən, bugünkü halınla söhbət eləyir səndən. 5 il əvvəlki halınla söhbət eləmir səndən. Bugün necə gəlmirsən? Deyir, bu maraqlıdır. Keçirsən arxaya, fikir ver, keçirsən arxa günahlarından, keçmişdəki günahlarından danışırsan, danışdıqca ürəyin sınır, ruhun lərziyə gəlir, qəlbin titrir. Bilirsin nədir bunun əlan? Yəni Allah sığallayır sənə ki, yox, arxaya getmə, mən onların söhbətini eləmirəm. Yəni, bugünkü halım maraqlıdır. Bugün gəlmisənsə və salam. Yusuf Peyğəmbərə qardaşları dedi ki, biz necə qıydıq səni quyuya atmağa? Dedi, mən keçmişi unutmuşam. Bir ömrünün axırına qədər bir dəfə quyu söhbətinin yanlarında açmadı ki, xəcalət çəkməsinlər. Keçmişi unudur üçün ilahi xasiyyət formalaşıb, ilahi əxlaq hakimdir Yusuf Peyğəmbərin canına. Neçə il ağladı Yaqub Peyğəmbər Yusuf əleyhissalam üçün. Gözləri tutuldu, öz evladları tərəfindən tənqid olundu. Dedi, özünü həlak eləyəcəksən. Nə qədər qınandı. Amma başa düşdükdən sonra gəlib dedilər ona ki, bizim üçün dua elə, artıq söz demədi ki, bir kəlmə dedi, səvfə əstəğfirullah, sizin üçün Allahdan bağışlanmağı diləyəcəm. Köhnə söhbətləri açmadı. Deməli, bizim Allah üçün hər anımız maraqlıdır, hər saatımız maraqlıdır. Hansı halda gəlmirsən, o hal maraqlıdır onun üçün. Ona görə bizə deyir ki, günahı eləsəz də mən sizi başa düşürəm. Amma günahı sevməyin. Mərhum Üstad deyərdi ki, günahı arzulama. Günahı arzulamağın, günahı etməyindən daha böyük dərd verəcək sənə. Günahı arzulamağın, günahı etməyindən daha böyük dərdə salacaq səni. Çünki insanın arzusu, insanın qəlbini tamamilə həbs eləyir.
etdiyi günahdan daha çox təsir edir arzusu onun qəlbinə. Mərhum Üstad deyərdi, günahı arzulama. Ariflər deyirlər, günahı sevmə. Günahı bəyənmə. Bacarmadın, nəfsinlə elədin, söz vermişdin, elədin, eləməyəcəm, yenə elədin, yenə söz vermişdin, eləməyəcəm, yenə elədin. Allah deyir, mənim işim yoxdur, yaxşı. Nə vaxt gələ bilirsən, gəl, mən səni gözləyirəm. Bax, maraqlı buradır. Bizdə elə bu fikir var, görəsən, Allah məni qəbul eləyər, Allah deyir, mən sizi gözləyirəm. Görün, nə qədər Allahla uzaqlıq yanaşması var. Allahın baxışı ilə bizim baxışımızda nə qədər uzaqlıq yanaşması var. Sevginin bir xasiyyəti var ki, sevgi, sevən sevdiyi şeyin və yaxud da sevdiyi şəxsin xüsusiyyətlərini özü də bilmədən öz qəlbinə hopdurur. İnsan qidalanır sevgi ilə. Deyir, günahı elə, hər hansı bir ləzzət hissi nəsə səni vadar eləsə ona, məcbur etsə ona, bunun adını məcburiyyət qoysaq əgər, düz olsa əgər bu məcburiyyət qoymaq, vadar etsə ona elə, amma sevgi bəsləmə. Hətta günahı etmək istəyəndə deyən ilahi, məndən müğayyət ol ki, bu halda ölməyim. Mən nankordan müğayyət ol. Mən bilirəm ki, sən məni məndən çox istəyirsən, yolu itirmişəm. Amma deyib, bağlanma o günaha. Sevmə o günahı. Diqqət eləsəz, əxlaq alimləri deyirlər ki, davamiyyətli günah məhv eləyər adamı, gələr imamla qarşı-qarşıya qoyur. Niyə davamiyyətli eləyirəm mən o günahı? Çünki sevirəm o günahı. Sevgi yaranıb artıq. Dünən də dedim, sonra belə bir hal olur insanda ki, gəlirsən, başlayırsan, içdə artıq başqa bir əqidə formalaşdı. O ilahi sistemdən çıxdın, İçdə başqa bir, ürəyində başqa bir əqidə yavaş-yavaş formalaşmaqdadır. Xəbərin yoxdur, sən elə bilirsən ki, bir günah edirsən. Bu günahla iblis, şeytan səndə əqidə formalaşdırır. Yeni bir yol yaradır səndə. Ona görə deyil, sevmə. Sevmə günahı. Bir var istəmək. İnsan ehtiyacını düz tapmır, gedir günah edir. Bir də var yox. Oturub günah eləmək üçün plan cızmaq. Bu pisdir. Bu çox pisdir. Plan cızırsan günah üçün, bilmirəm çatdıra biləcəm ya yox. Günah üçün plan cızan adamsan, sonra bu plan cızmaq səndə formalı. Hər bir dəyər üçün plan cızmaq, bir proqram qurmaq var da, hər bir iş üçün. Sən bu günah üçün ki plan cızırsan, sonra Allaha getmək üçün plan cıza bilmirsən. Hətta Allah yoluna gələndə də, ibadət eləyəndə də şəxsi mənfəətin üçün plan cızırsan. Namaz şəxsi mənfəəti və xidmət eləyir. Oruc şəxsi mənfəəti və xidmət eləyir. Sonra bacara bilmirsən. Niyə çatmadım Allaha? Çünki şeytanın ləvazimatları ilə çox məşğul ol. Əşyalar Allahın deyildi. Bu ləvazimatlar Allahın deyildi. Şeytanın ləvazimatları ilə ilahi yol üçün proqram çizirsən. Düz deyil. Veylun lil musallin, vay olsun o namaz qılanlara ki, əlləzinəhum yuraun, namazlarını göstərmək üçün qılırlar. Nə oldu ki, bu namazını göstərmək üçün qıldı? Namaz qılmaq nədir? Allahdan qeyrisinə göstərmək istəyi nədir? Şeytanın ləvazimatları ilə, meyarı ilə qurmuşdu bu namazı. Hörmət itirmişəm, namaz qılaram, hörməti öz əlimlə özümə qaytararam. Allah da deyir ki, mən kimi hörmətli eləməsəm, heç kim onu hörmətli eləyə bilməyəcək. Görək, mən hörmətli eləyim. Hər kəs izzət istəyirsə, fəlilləhil izzətü cəmiə. İzzət Allaha məxsusdur. Vəl-rəsulihi vəlil-müminin. Onun peyğəmbərinə və möminlərə məxsusdur. Siz inanırsınız ki, insanların bəzisi oturub günah üçün ağlayırlar ki, kaş bunu eləyə biləydi. Problemimiz biz nədir?
istədiklərimizi özümüz əldə etmək istəyirik. Bəzi şeylər var, onlar halaldır, heç günah da deyil. Amma özümüz əldə etmək istəyirik. Oturursan, səhərə qədər dərd çəkirsən, fikir eləyirsən, nə olub sənə? Heç nə filan bir iş var, onu görmək istəyirəm, dərd öldürüb məni. Çox rahat deyib onun yolu. Allah deyir, mənlə danış, görüm o sənə doğrudan da lazımdır ya lazım deyil. Lazım olsa verirəm sənə. Mən elə sənə bunun üçün yaratmışam ki, lazım olan şeyləri sənə verim. Və salam. Allah deyir ki, olan dərdini çox çəkmək ki, tez görüşək. Tez qurulsun münasibətimiz. Sən bütün enerjini sərf edirsən ora. Bəzi adamlar var ki, onlar bilməyiblər. Elə biliblər ki, düz yaşayırlar. Amma vicdanlı adamlar olurlar. Alimlərdən biri deyir, yadıma gəlir, Məhərrəm ayında demişdim onu. Deyir ki, bir gün məni çağırdılar. Bir dəstə, onların bir öz aləmi vardı. Bir sözdür filan da təqribən bildiniz də, bunlar öz aləmləri var. Onlar məni məclisə çağırdılar. Dedim ki, bunlar üçün adam nə söhbət əyirsən? Söz xoşlarına gəlməsi ola bilsin ki, mən səhərə çıxmayayım. Vəziyyət çətin ola bilər. Bir amma getdim. Amma getdim, dedim ki, Allahın sözü hamı üçündür. Allahın sözü təkcə namaz qılanlar üçün deyil ki. Hamı üçündür. Getdim, söhbət elədim. Elə bunların dili ilə danışdım. Dedim ki, mərd odur ki, o evdə ki, çörək yiyib, o süfrədə ki, çörək yiyib, sonra çörək yediyi süfrəyə təpiy atmasın. Mərd odur. Sonra buradan gəldim. Allahın süfrəsində çörək yeyirik hər gün, amma ona təpiy atırıq o süfrəyə. Deyir, mən bunu danışa, biri var idi onların içində, gördüm ki, onun halı dəyişir. Halı dəyişir. Hamı durdular, məni yola saldılar, bu oturmuşdu, yerindən qalxa bilmirdi. Elə Allah bu alimi bunun üçün göndərmişdi ora. Bu bir nəfər üçün. Çıxdım, gəldim, gecənin yarısı idi, qapı döyüldü. Dedim ki, gəliblər deyəsən, söz xoşlarına gəlməyib. Çıxdım, qapını açdım, gördüm bu. O ki, əyləşmişdi qapının ağzında, o vəziyyətdə idi. Dedim mənə ki, Allah süfrədə çörək yiyib, o süfrəyə təpiy atanı da bağışlayar. Dedim ona ki, Allah yaratdıqlarını bağışlamaq üçün yaradıb. Deyir, bütün halı dəyişdi, o anda dəyişdi, deyir, öz zamanının ariflərinə çevrildi həmin adam. Dəyişir. Eləyib günahı, sevməyib günahı, bağlanmayıb ora. Bağlanmasan, sonra sevgi ayıra bilirsən Allaha. Biz Allaha sevgini ona görə ayıra bilmirik, çaşırıq. Günahkar da olsaq olaq, amma günahı Allahdan çox sevməyək. Nə yaxşı İmam Hüseyin var, gəlir bizi qopardır günahdan. Yoxsa nə olarıq biz? Məhv olarıq, həqiqətən məhv eləyər bu günahlar bizi. Qayda və qanunlarla, o gün Qurana baxırsan, bu günahlarla ölməli idi bəşəriyyət. Məhv olmalı idi. Amma bir dənə baxırsan ki, İmam Hüseyin eləsən bir qapı açıb, adını da qoyub ki, günahkarlar üçün açmışam bu qapını. Ümid yaradıb hamı gedə bilir. Bunəhum kəhubbillah. Deyir, günaha eləsə, Quran ayəsidir ya. Rozə deyə, Allah üçün, Allahın bizi olan o yanğılı məhəbbətini oturub ağlamaq lazımdır. Deyir, elə sevdilər ki, elə bir ki, Allahlarını sevdilər. Görürsünüz. Sonra deyir ki, mən tək də deyiləm ha. وَالَّذ۪ينَ آمَنُوا أَشَدَّ حُبًّا لِلّٰهِ. O Allahın elə bəndələri var ki, iman getiriblər, elə şiddətlə sevirlər Allahı ki, elə şiddətlə sevirlər Allahı. Əllamə-i Təbətəbai deyir ki, ustadım Seyyid Əli Qazi mənə dedi ki, elə ki başlamışdım o irfan dərslərinin əvvəlində başlamışdım, dedi mənə ki, bir an olacaq, yaxşı başlamısan, bir an olacaq,
Allah bir dənə ləzzət daddıracaq sənə ki, heç vaxt dadmamısan. Bu gecə onun üçün gəlmişik bura. Əllamə Təbətəba deyir ki, bəli, mən dərs oxuyurdum, gedirdim Seyyid Əli Qazının yanına. Bir gecə oldu, gördüm ki, ürəyimdə, mən öz dilimlə deyirəm, gördüm ki, sinəmdə Allahdan başqa heç kim yoxdur. Deyir, bir ləzzət daddım. Baxdım, gördüm ki, heç nə hiss edə bilmirəm. Bu ləzzət, bu dad hər şeyi saldı mənim gözümdən. Görürsə Allah sevgisi necədir? Biz gəlməmişik ya. Keçən il ki, ağzımızda dadı qalıb necə bağışlamışdı bizi, o sevgi ilə gətirib gəlib tezdən bizi bura. Bir-bir yığıb bizi evlərimizdən. Bir günahdan qaç, mən ağışma alıram səni. Bəzi insanlar, ağıllı insanlar başa düşürlər ki, günahın axırı yoxdur. Niyə orada dayanma? Deyir, müvəqqətidir də. Mən sual verirəm özümüzə. Özümə sual verim, cavab verim, sizin üçün də aydın olsun. Etdiyin səhv, xəta haraya qədər apardı onun ləzzəti səni? Bəllidir də cavabı. Bəllidir. Yəni, o günahlar ki, xətalar ki vardı, indi oturmuşsan, əyləşmişsən. Hanı o etdiyin günahların ləzzəti səni xilas eləsin? Çağır o günahların ləzzətini xilas eləsin. O xətalarını çağır, o etdiyin işləri çağır, arxanda dursunlar. Durmur, görürsünüz. Gəlmir köməyə. Kimə görə Allahı dəyişmişdin? Mən bunları özümə deyirəm, sizə demirəm. Siz də qulaq asın. Bir nəfər günahkar öz-özü ilə danışır bu gecə. Kimə görə Allahı dəyişmişdin? Bir anda olsa, bir saat da olsa, 5 saat da olsa. Kimə görə dəyişmişdin Allahı? Çağır o dəyişdiyin gəlsin bu gecə səni xilas eləsin. Hesab elə sənin axırıncı gecəndir. Çağır gəlsin xilas eləsin. Rəvayətdə var bir dəstə insan, elə xoşum gəlir onlardan. Allaha bu gecə sizin də adınızdan, öz adımdan da deyirəm ki, qiyamət olmamış biz belə gəlmişik. Bir var qiyamət olardı, biz belə gedərdik qiyamətə. Rəvayət buyurur ki, bir dəstə insan gələcəklər qiyamət günü məhşər səhnəsinə. Allah əmr eləyəcək onlara ki, əmr eləyəcək mələklərə ki, aparın onları cəhənnəmə. Deyir, başlayacaqlar cığallıq eləməyə. İlahi biz eləməmişdik, belə filan. Allah deyəcək, danışdırma. Çox üzr istəyirəm, bu sözü Allah belə deyir. Onlar cəhənnəmdə hətta danışmaq istəyəndə Allah mələkləri deyəcək ki, onlara belə cavab verin. Nə? İxsəu. Gedin buradan. Səsinizi belə eşitmək istəmirəm. Elə yandırır adamı Allah and olsun. Başqa ayə buyurur ki, və la yənzuru iləyhim. Allah onlara tərəf baxmayacaq. Amma bir dəstə, başqa bir dəstədən danışır. Diqqətlə qulaq asın, bilirəm sıxlıqdır, istidir. Amma böyük bir şey həll eləyə bilərik bu gecə burada hamımız. Mənim danışığımla deyil, mən neysə istəyirəm xatırladım sizə, mən neysə məsləhət zad vermirəm. İstəyirəm neysə xatırladım sizə, özünüz içinizdə olan, sizi sevən Allahı tapıb bu gecə həyat yolunuzu dəyişəsiniz. Əminəm ki, dəyişəcəksiniz. Böyük ümidlə deyirəm ki, dəyişəcək hər şey bizim üçün. Onlara əmr eləyər ki, Allah mələklərə deyər, aparın onları cəhənnəmə. Əmr gələn kimi başlarını salarlar aşağı, üz tutarlar dəstə ilə cəhənnəmə tərəf. Allah mələklərinə deyər ki, bax, xoşum gəlir bu haldan. Mələklərinə deyər ki, soruşun onlardan ki, niyə danışmırlar? Mələklər danışdıranda onların sözlərinə baxın. Mələklər onları danışdıranda bu söz deyərlər. Deyərlər ki, Allah nə vaxt nə haqq olub ki, biz danışaq. Allah elə biz günah eləyəndə də haqq idi, günah eləməyəndə də haqq idi. Bunu deyəndə ümidlə baxarlar səs gələn tərəfə. Görəsən bunun qarşılığında nə cavab gələcək? Allahdan cavab gələr olar ki, kaş dünyada belə olaydınız.
Deyirəm, ilahi, şükür sənə ki, bizi dünyada gətirmişsən bu qədir gecəsində başa aşağı gəlməyə. İndi birdən soruşsalar bizdən ki, Allah desə ki, bağışlamayacağım onları, xəbər gəlsə bizə, başımı salaram aşağı, deyərəm, ilahi, sən haqsan. Sən bağışlasan çox olur mənim üçün. Sən bağışlasan mənim üçün çoxdur, bu sənin rəhmətin böylüdür, mən bağışlanıcı deyiləm. Səni dəyişən Allahı bağışlayarlar, səni dəyişən adamı bağışlayarlar. Mənim üçün nələr etmədin sən? Nələr etmirsən bu dəqiqə? İlahi, bəzi vaxtlar mənim üçün elə şərait yaratmışsan ki, mən günahkar ola danışım, elə sözlər öyrətmirsən mənə ki, mən günahkar ola danışım, haqq mən çıxım ki, sənin məni bağışlamağın üçün bəhanən olsun. Belə Allahdır. Bəhanə yaratmışsan mənim üçün. Mələklərinə deyir ki, dəymin onu, Hüseyni çox istəyir. Təsəvvür edirsiniz. Deyir, dəymin ona, Əbəlfəz ağaya məhəbbəti var. Bu il çox günah eləyib, misal olaraq Məhərrəm ayından öncə çox günah eləyib. Layiq deyil Hüseynin məclisinə. Amma görürlər, bir səs gəlir. Bir xanımda danışır. Deyir ki, amma ilahi Hüseynə ürəklə ağlamışdı ki səni. Görün nə qədər bəhanələr yaradıb. Deyir, biraz diqqətin mənə ayır, verim Hüseynin sevgisini sənə sirab eləsin, səni bitsin hər şey. Mən istəyirəm, hər şeyi bitirim səndən birbaşa. Elə kəsərəm günahlı əlaqəvi. Hüseynin pak vücudunun ətri burnuva gələr, iyiliyə bilərsən o ətri. Səni bura çatdıraram. Nə verdi sənə günah? Nə verdi? Nə ala bildin ondan? Günah deyildi, səni anan atanla düşmən elədi. Günah deyildi, səhv deyildi, dostunla ara vurdu. Günah deyildi, ruzivi azaltdı. Ruzi yolu tapa bilmədin. Buna bağlanmışsan, bunun üzərində dayanmışsan. Günah deyildi ki, etmişdin, mən baxırdım sənə, səhərə qədər vicdan əzabından yata bilmədim. Buna söykənib dayanmışsan. Dost çağırdın, dərdini deyə bilmədin, qardaş çağırdın, dərdini deyə bilmədin. Kim gəldi o vaxtda? Bir günah eləmişdin ki, heç kimə deyə bilmirdin. Mən döyürdüm, ürəyimi aram edirdim. Ağlaya-ağlaya, vicdan əzabı çəkirdin, ağlaya-ağlaya. Səni şirin yuxuya verən mən döyürdüm, aramlıq ürəyimə verən mən döyürdüm. Yaralanmışdın, yaralarımın qanını silən mən idim, mənim xəbərim var. Nə gözəl Allahsın, ya Rəbb. Bu gecə gəlmişik Allaha deyək ki, İlahi, mən li qeyruk. Anladım ki, mənim səndən başqa heç kimim yoxdur. Heç kimim yoxdur. İndi bu gecə gəlmişəm. Amma İlahi, ürəyimdə dərdim var, ürəyimdə yaram var. Kömək axtarıram özümə. Xəbər verir bizə ki, tək gəlməyin. İlahi, özün şahidsən ürəyimdən ki, axı arzulayıram, mən də sənə çatım. Mən də sənə yetişim. Bu gecə gəlmişəm, İlahi, bir nəfər mənə zamin deyansın. İcazə verərsən, əgər Allah birinə qədir gecəsində tövbə etmək fikri verməyibsə, bu o deməkdir ki, heç kimi onun canına zamin deyanmaq icazəsi verməyib, hətta Həzrət Əliyə də. Kimə tövbə etmək fikri verirsə, bu o deməkdir ki, Allah vasitələrə icazə verib. Dua edin, mən bağışlayacağım onu. Siz dua edin onun üçün. Dua edin, mən keçim onun üçün.
Gələcəm Həzrət Əliyə. Amma istəyirəm bu gecə İmam Rıza əleyhissalamdan danışım. Deyim İmam Rıza əleyhissalama ki, bizim sənin köməyinə ehtiyacımız var bu dəqiqə. Özün şahidsən ki, biz xanım Məsuməni nə qədər istəyirik, xanım Həkiməni nə qədər istəyirik, xanım Leylanı, xanım Rəhiməni nə qədər istəyirik. Sənin bacıların da İmam Rıza. İstəyirəm İmam Rızanı köməyə çağırın. Gedənlər bilirlər də İmam Rızanın qapısına. Bilirlər ki, necə zamin dayanır canlara. Biz İmam Rıza əleyhissalamın qapısına niyə görə günahkar hiss eləmirsən özü, qəribə bir qapıdır. Kim getməyibsə getsin, mütləq getsin. Kim getməyibsə mütləq getsin İmam Rızanın ziyarətinə. Biz niyə? İmam Rıza orada Allaha deyir ki, İlahi, mənim qapıma gəlib, məni də Rəuf imam kimi tanıtdırmısan. Mən burada onu qəbul eləməsəm, gedib deməz ki, o Rəuf imam deyil, məni bağışlamadı, mənə mehriban davranmadı. Görsə Allah nə deyib? Bu proqramı özü qurba. Ovçu idi, gəldi, dayanmışdı, vurmaq istəyirdi. İmam Rıza əleyhissalam baxdı, dedi ki, o ceyranı vurma, onun balası var. Dedi, ağa yox, vurmalıyam onu. Hardan bilirsən balası var? Dedi, vallah balası var, onun balası sonra qalacaq. İstəmirəm ayrı düşsün anasından. Dedi, yox, necə inanım? İmam Rıza bilirsin nə dedi? Dedi, əgər o ceyrandan nə pul əldə eləməyəcəksən, gözləyək. O geçsin balasına süd versin, qaydacaq. Söz verirəm sənə, qaydacaq. O geçsin balasına süd versin, gəlsin. Əgər gəlməsən, məni bazarda satarsan, mənim puluma nə istəyirsən edərsən. Qul kimi satarsan məni. Gözləyirlər. Bir neçə dəqiqə keçəndən sonra ceyran gəldi, balasıyla gəldi. Ona ki, İmam Rızanın ziyarətnaməsinə baxın. Əssəlamu aleykə ya zaminəl ahu. Salam olsun sənə, ey ceyranın canına zamin diyanan. Bu gecə mən İmam Rıza'ya deyirəm ki, ay İmam Rıza, bir ceyranın canına zamin diyandın. Hüseynə əzadarlıq eləyənlərin canına zamin diyanarsan bu gecə. Biz canımıza zamin axtarırıq bu gecə. Şeytan insafsız ovçu idi, ay İmam Rıza. Şeytan vicdansız ovçu idi, pis ovladı bizi, pis vurdu bizi. İndi bilmirik yaramızın qanını sağaldaq, ya yol gedək. İndi yol getmək çətinləşib bizim üçün. Deyirlər, kimin dərdi olsa, getsə Ümmülbənnin qapısına, əli boş qayıtmayacaq. Biz niyə? Çünki bu xanım, mən daha günah söhbət eləmirəm. Çünki bu xanım Allah yolunda heç vaxt əlin bağlamayıb. Bir dəfə də olmadı əlin bağlasın. Bir nəfər alim danışır, universitetdə dərs deyir. O deyir ki, mən uşaq vaxtı yaşım az idi. Məktəbdə oxuyanda sin hərfini, sə hərfini deyə bilmirdim. Onu bir cür tələffüz edirdim. Bir gün adımda da bu hərf var idi. Müəllim sinifə girdi. Bir uşaqlara dedi ki, adınızı deyin. Mən də ayağa durdum, adımı deyim. Elə tələffüz elədim. Uşaqlar güldülər, mənə ürəyim sındı. Dərsdən ağlaya-ağlaya gəldim evə. Anam dedi mənə ki, niyə ağlayırsan? Dedim ki, dilimin qüsuruna görə güldülər, mənə ürəyim sındı, ağladım, utanıram da məktəbə getməyə. Xəcalət çəkirəm. Anam dedi mənə ki, mən bir ana tanıyıram, o məndən də yaxşıdır. Ona dilin qüsuruna həll eləsin. Dedim, kimdir? Dedi, Əvəlfəz ağanın anası Ümmülbənin. Dedim, amma uca bir yerə çıx,
dənə salam verir ki, salam olsun sənə, ey Əvvəl Fəzaxan anası. Sonra deyin anına ki, mənim bu dərdim var. Deyir, elə, bilmirəm, mən uşaq idim, heç tanımırdım, bilmirdim. Elə salam verdim ona, dedim, salam olsun sənə, ey Əvvəl Fəzin anası. Ürəyim elə sındı, gözümdən yaş elə töküldü. Deyir, sonra başladım danışmağa, gördüm, hərif dəyişib dilimdə. Biz kimdir bunlar? Biz nə boyda? Bunların əzəməti var Allah yanında, hörməti var Allah yanında. Mən bir dərdim, çətinliyim vardı. Bir gün sıxıntım var idi. Şəhid Əmir var, Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Şəhid Əmir var. Getdim onun qəbrinin üstündə, oturdum, dedim ona ki, torpaq almışsınız. Mənim dərdimi həll eləməyə gücünüz yoxdur. Həll oldu. Allah deyir, gəlin, bağışlayacağım. İndi ki peşman olmuşsunuz, indi ki artıq günah sizi yordu, indi gəlin, amma tək gəlməyin. Tək yox. Günahdan çox kimi sevirsən, onunla gəl. Məni sevməyi tam bacarmamısan, eybi başa düşürəm. Günahdan çox kimi sevirsən, onunla gəl. Bir dənə tövbə eləyə bilərik bu gecə ki, bizim tövbəmiz bütün yaşadığımız insanlara, kimlərlə ki yaşayırıq, bu torpaq üstündə yaşayırıq, onlara faydası olsun. Hür bir dənə tövbə eləmək elədi. Bütün günahkarlar ümidləndilər ki, biz də bağışlayacaq Allah. Tövbənin böyüklüyünü görürsünüz, əzəmətini görürsünüz. İbrahim Peyğəmbər bir dənə qurbanlıq verdi Allah üçün. Əsrlərdir İbrahim Peyğəmbərin əməlinin bərəkətindən fəqir insanlar bu günə qədər qurbanlıqda ət yeyirlər. Bu günə qədər az qalmırlar. Bir dənə işi görüb Allahla elə təsir edir. Hüseyin olmasaydı, sizcə biz bugün buradaydıq? And içərəm burada döyüldük. And içərəm ki, heç yox idi ümumiyyətlə. Bizim ümumiyyətlə günahdan tövbə etmək fikrimiz olmayacaqdı. Biz bilməyəcəkdik necə bağışlanaq. Amma bugün Allah məni bağışlamasa, dilimin altına deyəcəm ki, ilahi, necə oldu? İmam Hüseyin Hürrü bağışladı, sən məni bağışlamırsan. İlahi, Hür Aşura günündən öncə yol kəsmişdirsə, özün şahid deyilsən ki, mən Aşura günü suyu xəcalətlə içirəm ki, Hüseyin su içməyib. Bu gecə İmam Hüseyin ziyarətnaməsi də vardı, hə? İlahi, bu gecə an verirəm səni bir xanıma ki, onun 4 oğlu dünyaya gəldi. 4 oğlu oldu, amma heç biri qalmadı onun üçün. Allah sizə qismət eləsin, Mədinəyə, Məkkəyə getmək, amma nə bilim, görəsiz, Ümmülbənin qəbrini görəsiz, Mədinədə, Bəqidə bir kənarda necə qalıb? Din, onun oğlunun qollarının hesabına yaşayıb. Amma görəsiz ki, qəbri bir kənarda necə qalıb? Həmişə, bilirsiniz niyə belə oldu? Həmişə özünü kənara çəkdi. Dedilər ona Zeynəbin anasısan, sən dedi, yox, Zeynəbin nökəriyəm. Heç vaxt özünü ortaya çəkmə. Dedi, Hüseynin anasısan, dedi, yox. Fatimənin balalarının qulluqçusuyam, mən onlara ana ola bilmələm. Onların bir anası vardı, Fatimə Zəhra vəssalam. Həmişə kənara çəkdi özünü. Kərbəlaya gedəndə, Mədinədən ayrılanda görüşmək istəyirdilər də, hamısı öz yaxınları ilə görüşürdülər. Ümmülbənin uzaqdan gördü ki, Əbəlfəz ağa yaxına gəlir. Elə ölürəm bu səhnə üçün. Elə ürəyim yanır bu səhnə üçün. Adam Ümmülbənin ayağından tökülən torpağı öpsün. İlahi, nə olsun, mən günahkaram. Amma gör kimi sevirəm. Gör kimi istəyirəm. Gör kimə məhəbbətim var, ya Rəbb. Değməz məni bağışlamağa. Bağışlamasan onsuz da zəlil olaram axirətdə, amma değməz bağışlamağa.
Gördü ki, Əbəlfəz ağa da gəlir. Anasıdır da, görüşməli də ondan. Əbəlfəz ağa da gəlir görüşməyə. Həzrəti Zeynəb buradadır, İmam Hüseyin buradadır. Ümumiyyətlə, ana elə bir varlıqdır ki, onun nə vaxt itirsən, ürəyi sınır. Nə vaxt itirsən? 50 yaşında da itirsən, ürəyi sınıq olursan. Allah anaya bir mərhəmət verib ki, sən anadan həmişə yetim qalırsan. Həmişə belədir. Anaya Allah bu xüsusiyyəti verib. Baxmayaraq ki, İmam Hüseyin əleyhissalam böyük idi, xanım Zeynəb artıq böyümüşdülər. Xanım Zeynəb özü ana idi, amma xanım Zeynəbin özünə uşaqları ana deyəndə həmişə ürəyi sınırdı ki, mən doyunca anama ana deyə bilmədim Fatiməyə. Həmişə ürəyi sınırdı. İndi gəlirlər, bir görüşürlər. Xanım Ümmülbənin gördü ki, Həzrət Əlinin xanımıdır da Ümmülbənin, elə deyir. Həzrət Əli razı qaldı ondan. İmamı razı salmaq bilsin, nə boyda əzəmətli adam olmalısan sən. İmamı razı salasan, həyatınla imamı razı salasan. Gördü ki, Əbəlfəz ağa da gəlir görüşməyə. Allah bilir o nə səhnə idi, Allah bilir o nə səhnə idi. Deyir, gözü ilə işarə edir ki, gəlmə yaxın. Görüşmə mənlə. Məbada qucaqlayasan məni. Niyə? Soruşdu ki, niyə ana yaxınlaşdı? Ana, niyə qucaqlamayım səni? Axı, oğlum, ayrılıram səndən, darıxacam sən üçün. Dedi, görmürsən Zeynəb baxır. Axı, anası yoxdur onun. Görmürsən Hüseyin baxır, axı, onların anaları yoxdur. Elə bilərlər, Ümmülbənin ögey doğmalıq eləyir. Axı, mən eləməmişəm heç vaxt belə. Hüseyin məni çağıranda səndən qabaq Can Hüseynə demişəm, sənə deməmişəm axı, mən sənə belə böyütməmişəm axı. Tapşırıq verir ona, sənə qurban olaq xanım, canımız qurban olsun sənə. Tapşırıq verir ona. Tapşırığı necə verir? Deyir, Əbəlfəz, oğlum, səni çox istəyirəm, amma Hüseynsiz Mədinəyə qayıtsan mənə ana demə. Hüseynsiz Mədinəyə qayıtsan, mən daha sənin anan deyiləm. O süd ki vermişəm sənə məhəbbətlə halalın olsun. Hüseynsiz qayıtsan halal eləməyəcəyəm. Xəbər gəlsə mənə ki, xəbər çatsa mənə ki, Əbəlfəz sağdır, Hüseyin şəhid olub, day Mədinəyə qayıtma. Mədinəyə gəlmə. Deyirlər, neynədir? Keçdi bir xəlvət yerə, sınır ürəyimi. Allah, ilah, özün şahidsən, sınır ürəyimiz. Vallahi sınır ürəyim, Ümmülbənin yad olanda. Biz nə boyda iş görüb İslam üçün? Biz nə boyda iş görüb? Deyir, gördülər, keçib bir yerə xəlvətdə, torpağın üstündə oturub, əli ilə düzəldir. Necə düzəldir? Heç kimə deyə bilmir, heç yerdə demir. Axı, bu anadır da, həm də elə deyir. Dedilər, yaxınlaşdı, biri dedi, nə düzəldirsən? Dedi ki, Əbəlfəzin canı qaldı Kərbəlada. O biri oğlanlarımın da vücudları qaldı Kərbəlada. Bunları əlimlə qəbir kimi düzəldirəm ki, darıxanda gəlin bunları ziyarət edeyim. Görürsünüz dərdi, müsibəti görürsünüz. Hələ bundan da ağır var, ha? Hələ bundan da böyüyü var. Deyirlər, oğulsuz ananın yanında oğlumu qucaqlamada. Görmüsünüz şəhid analarını. Elə gedəndə onların qapılarına qalırsan, necə özvü aparasan ki, oğlu düşməsin yadına, deməsin ki, kaş mənim də oğlum olaydı. Adam qalır özünü necə aparsın orada. Kərbəladan sonradır, bir nəfər qapını döydü Ümmülbənin qapısını. Ümmülbənin çıxdı qapıya, elə yandırır adam bu hadisə. İndi görürsünüz, Əhl-i Beyt neyini, bu dəqiqə günahlarımızı fikirləşmirsiniz. Ümmülbəndə yanırsınız hamınız. Görürsünüz, Əhl-i Beyt neynirlər? Dərhal çıxartdılar, bizi günah vəziyyətindən apardılar, cənnət halındayıq bu dəqiqə. Bax, bu dəqiqə Ümmülbənin çıxarıb bunu, mənim danışdığım deyil. Bu dəqiqə Həzrət Əli gəlib. Bu dəqiqə Həzrət Əli gəlib, ilahi günahkardılar, amma Ümmülbəninə yanan günahkarlar. Mən razıyam onlardan ilahi. Bu dəqiqə həmin vaxtı, həmin andı. Döydülər qapını, çıxdı qapıya. Çıxdı qapıya, Kərbəladan sonradır.
Gördü ki, bir nəfər ərəbdir. Dedi ona ki, buyurun. Dedi ki, xanım, mən ticarətçiyəm. Keçən il mənim ticarətim tamamilə əlimdən çıxmışdı. Sərmayəm yox idi əlimdə. Dedilər mənə ki, bu evdə bir əli bərəkətli ağa yaşayır. Ged ondan bir miqdar təbərrük üçün pul al, sənin ticarətin bərəkət tapacaq. Ümmülbənnə danışır bunu. Ümmülbənn elə baxır ona. Elə həsrətlə baxır ona. Danışır, deyir, mən də gəldim bu evə. Deyir, bir nəfər çıxdı. Ümmülbənnə deyir bu sözləri. Deyir, çox uca boylu idi. Deyir, dedim ona bu sözü, dərhal çıxar. Deyir, Əbəlfəz ağada bu xüsusiyyət var idi. Bir nəfərin ehtiyacı olanda dərhal ehtiyacı həll eləyərdi. Saxlamazdı onu, gözlətməzdi onu. Ona görə dözə bilmədilər. Rüqəyyə çıxdı, su istədi. Dedi, Hüseyin, icazə ver, mən öyrəşməmişəm belə şeyə. Mən öyrəşməmişəm, kiminsə ehtiyacı olsun, mən dayanım baxım. Ya Abdullah, yalvarıram sənə, söz verirəm, döyüşmərəm. Amma Rüqəyyə su istəyib axı. Mən necə dözüm buna? Deyir, çıxartdı, mənə pul verdi. Getdim, sərmayəm aşdı, daşdı. İmkanım çoxaldı. Ümmülbənin dolur artıq, ürəyi sınır. Təsəvvür edin bir o halı. Dolur artıq, əlləri titriyir. Soruşdu ondan o titrək dodaqlarla ki, indi niyə gəlmirsən? Dedi, xanım, gəlmişəm onun bərəkətli əllərindən öpüm. Elə bunu demədi. Titrədi Ümmülbənin xanımı qapıda. Elə ağladı, elə ağladı. Dedi, xanım, niyə ağlayırsan? Dedi, qolların kəsirləri ona görə. Çıxartdı Əbəlfəz ağanın oğlunu qapıya. Dedi, gəl, bax, bu əllər o əllərə oxşayırsa bu əllərdən öp. Gedirlər Mədinəyə xəbər yayılıb. Ya Əmir əl-Müminin, sənin rozəl belə deyirəm bu gecə. Mədinəyə xəbər yayılıb ki, karvan gəlir. Ümmülbənnin nəvəsi Əbəlfəz ağanın oğlu Əbdullah gəldi qaça-qaça, atam gəlir. Dedi, nənə, gözün aydın olsun, atam gəlir. Mənə day bu məhəllədə yetim deməyəcəklər. Hamı məni yetim çağırırdı uşaqlar. 5 yaşı vardı da bunun. Yetim deməyəcəklər. Gəldilər, elə ki, xəbər yayıldı ki, bəli, Əbəlfəz ağa şəhid olub. Ümmülbənnə xəbər verirlər ki, Hüseyin şəhid olub. Hüseyni soruşdu ilk öncə ki, xanım Zeynəbədir ki, Hüseyin hanı? Xanım Zeynəb başını saldı aşağı. Ki, Hüseyin şəhid olub. Sığal çəkdi o uşağın başına, dedi, yetim qaldım bala. Niyə çox sevindin? Dedilər, axı, demədik sənə Əbəlfəz şəhid olub. Dedi, mən elə oğul böyütməmişəm, Hüseyindən sonra yaşasın. Hüseyindən sonra qalsın. Gördü ki, nənəsinin ətəyin dardır o uşaq, Ümmülbənnin. Baxdı xanım ona, dedi, buyur oğlum, nə istəyirsən? Dedi, nənə, onlar evə gedəndə o biri məhəllədən gedək. Dedi, niyə? Dedi, hamıya demişdim ki, atam gəlir, mənə daha heç kim yetim deməyəcək. İndi necə o məhəllədən gedim evə? O məhəllədən gedəmirəm. Bir sürü nə yandırır məni Kərbəlada? Bir nəfərin ürəyi yansa, xəstə olsa, yerə yıxılsa, ya ürəyi ağrısa, dərd çəksə, onun bir əzzi gəlsə, əlini qoysa onun sinəsinə, o da neyniyər? Yəni, çox sağ ol da gəlmirsən, o da götürər, əlini qoyar onun sinəsinə ki, yəni, çox sağ ol, hə? Bilmirəm, Əbəlfəz ağanın başının üstündə İmam Hüseyin ki, əlini qoydu Əbəlfəz ağanın sinəsinə, ya. Axı, bunun qaydası budur ki, sən də əlini qoyasan onun əlinin üstünə ki, çox sağ ol da mənim dərdimə şəriksən. Görəsən, Əbəlfəz ağa orada neynədir? Axı, əlləri yox idi bədəndə. Necə əlini qoysun onun əlinin üstünə ki, yəni çox sağ ol gəlmirsən? Elə xəcalətlə baxırdı. Gəlirəm Kufəyə. Bu gecə yetim qaldı uşaqlar, körpələr. O bu gecə idi. Bu gecənin saatında, bu saatlarda elə şirin-şirin yatmışdılar ki, axşam onsuz da bizim çörək verənimiz, ruzi gətirənimiz gətirəcək. Heç kim də çörək dərdi çəkmirdi. Analar xəcalətdən azad idilər. Uşaqlar dərddən azad idilər. Heç kim xəcalət çəkmirdi. Saat keçdi üstündən, səhər açıldı. Çıxdılar qapıya, görürlər qapının ağzında heç nə yoxdur. Xəbər yayıldı Kufəyə ki, o çörəyi gətirən Əli idi. Əli gecə şəhid olub. Əli gecə şəhid olub, o uşaqlar elə ağladılar.
Elə ağladılar. Birinci sözləri bu oldu. Dedi, ana, bundan sonra bizə kim böyle eləyəcək? Bundan sonra bizə kim baxacaq Kufədə? Bir ailə var idi, Həzrət Əli əleyhissalam o qapıdan keçəndə gördü, evdən ağlamaq səsi gəlir, döydü qapını, bir xanım çıxdı, dedi, bacı, bu uşaqlar niyə ağlayırlar? Həzrət Əlinin ürəyi üçün deyildi də uşaq ağlasın, yetim ağlasın. Dedi ki, yeməkləri yoxdur, acından ağlayırlar. Onları aldadıb yatırdıram ki, siz durana yemək hazır olacaq, dururlar, görürlər, yemək yoxdur, yenə ağlayırlar. Əmir-əl-Müminin buyur. Qəmbər deyir ki, Əli əleyhissalam onu eşidər, eşitməz, halı dəyişdi, dedi mənə, Qəmbər, gəl, tez gəl. Qəmbər, tez gəl. Özünü söyürdü yolda. Allah Əlini öldürsün, niyə xəbər tutmayıb Əli bunlardan? Qaça-qaça Qəmbərdir, gəldi və yükü yığdı. Mənə verməlidir, atdı çelinə. Dedim, ya Əmir-əl-Müminin, mən sənin qulamınam, ver, mən aparım. Dedi, yox Qəmbər, Əli öyleydi, kaş bu niyə xəbər tutmayıb bu yetimlərdən? Bilirsiniz neynədi? Gəldi, çatdı, həmin evə onu verdi, xurmanı verdi, dedi, sən bu uşaqlar üçün tez yeməyi hazırla. Tez yemək hazırla. Qəmbər deyir, baxırdım Əliyə. Gördüm ki, əllərini qoyub yerə Əli, uşaqları çıxarıb kürəyinə, gəzir evin içində quzunun səsini çıxardır. Deyir, baxdım o əzəmətdə Əli, niyə belə eləyir? Gəldim, yanında oturdum, tutdum əlindən, dedim, ya Əmir-əl-Müminin, sən xəlifəsən. Dedi, ey Qəmbər, neynirəm o xilafəti ki, yetim az qalıb mənim dövrümdə. Neyimə lazımdır o xilafət? Qəmbər deyir, sonra uşaqlara yemək verildi. Uşaqlar yemək yirdilər, gördü ki, şaddılar. Gəldi Əli əleyhissalam, əyləşdi təndirin yanında. Görün kimi öldürüb İbn-i Mülcəm. Əyləşdi təndirin yanında. Dedi, ey təndirin alovu, yandır Əlinin üzünü. Neçə gün ki, onlar az qalıblar, Əli onlardan xəbər tutmayıb. Yandır Əlinin üzünü. Təsəvvür edirsiniz necə davranırdı özü ilə. Həkim gəldi bu gecə, son sözü verirəm Seydə. Həkim gəldi bu gecə, həkim gəldi, xanım Zeynəb də baxır. Vallahi bugün bu yadıma düşəndə o qədər oturub ağlamışam. Şu adam necə baxar? Xanım Zeynəb görəsən necə baxır? Elə həyəcanla gözləyir ki, görəsən həkim nə deyəcək? Həkim baxdı, Həzrət Əliyə baxdı. Hər nə çalışdı, eləsin, kömək eləsin, baxdı İmam Həsənə. Başını saldı aşağı. Dedi İmam Həsənə ki, ağa, Əli ilə vidalaşın bu gecə. Elə bunu dedi. Bunu deyən kim? Xanım Zeynəb dedi, İbn-i Mülcəm, Allahın lənətinə gələsən, anadan yetim olmuşdum, atadan da yetim qoydular. Doyunca ana deməmişdim, anadan yetim olmuşdum, atadan da məni yetim qoydunuz. Xanım Zeynəb elə ağladı, can verir. Həzrət Əli əleyhissalam can verir bu gecə, canva qurban olaq, yəni yəni dərdimizi çıxartdı yadımızdan. Can verir. İmam Həsən ağa tapşırdı bir hamıya səhabələrə ki, çıxın otaqdan. Otaqdan çıxın, imam can verir, ağır olmasın onlar üçün. Hamı bir çıxdılar, gördü İmam Həsən əleyhissalam ki, Əsbəğ ibn Nəbatə əyləşib qapıda. Əsbəğ ibn Nəbatə əyləşib qapıda. Gəldi, İmam Həsən Əsbəğ ibn Nəbatəyə də tapşırdı ki, axı eşitmədin, Əmir-əl-Müminin buyurdu ki, çıxın hər biriniz çıxın çölə. Əsbəğ ibn Nəbatə gözlərini, başını qaldırdı, gördülər o qədər ağlayıb. Gözləri qan içindədir. Baxdı, ağa, Əmir-əl-Müminin sözü gözüm üstə, amma ayaqlarım işləmir, durum, çıxım çölə, Əli tək can versin otaqda. Çıxa bilmirəm. Əli bu ürək yanğısını gördü, dedi İmam Həsənə ki, ağa, oğul Həsən, Əsbəğ ibn Nəbatə qalsın. Saxladı onu otaqda, dedi o qalsın. İmam Həsən girdi Əli əleyhissalamın yanına, bir sürü halıydı bu gecə. Yeryüzünün imamı, bəşəriyyətin imamı can verir. Peyğəmbərin ürəyinin, qəlbinin sevinci can verir, harada çarpayda. Qanı tökülüb başından alnına, bu vəziyyətdə də Əli əleyhissalam. Deyirlər, dəlisi elə saralıb bu gecə. Gedir özündən, İmam Həsən yalvarır Allaha ki, bir də nəfəs alsın, nə olar? Bir son nəfəsini də alsın, İmam Həsən yalvarır Allaha. Əli əleyhissalam gedir özündən, bir neçə saniyə qayıdır özünə. Baxır İmam Həsənə, İmam Həsən girdi otağa. Elə ağladı şiddətlə ki, Əli əleyhissalam dedi, yaxın gəl oğlum, səbirli ol. Tövsiyə elədi ona, əleykə bil əytam, oğul yetimləri məndən sonra başa çıxın mütləq.
Sənə yetimləri tapşırıram, gözünün yaşını sildi. Ondan sonra İmam Hüseyin girdi otağa. Görün, indi xanım Zeynəb kimdir ya? Həzrət Əli üçün kimdir xanım Zeynəb? İmam Hüseyin girdi otağa. İmam Hüseyin də girdi otağa, ağlaya-ağlaya. Əli əleyhissalam baxdı ona, dedi, oğul səbirli ol, Kərbəla bundan ağırdır. Dedi, səbirli ol, öyrəş, öyrən bu macəraları, öyrən. Onu da səbrə dəvət elədi. Yazırlar ki, xanım Zeynəb otağa girdi. Elə ayağını qoydu otağa. Əli əleyhissalam o xəstə canından deyirlər, hönkür-hönkür ağladı. Hönkür-hönkür. Burada Zeynəb dedi Əli əleyhissalama. Axı Zeynəbi öyrədiblər ki, dərd aparmağa. Zeynəbi öyrədiblər ki, həmişə dərdləri ardına aparsın. Burada Həzrət Əli özü ağladı. Zeynəb Fatimənin yoxluğunda İmam Həsənlə İmam Hüseynin dərdini çəkib. İmam dərdi çəkməyi bacarır. Burada biz nə demək istədi? Əmir əl-Müminin Həzrəti Zeynəbə, bu qədər dərdi mən çəkdim qızım, indi mənim də dərdimi sən çək. Hönkür-hönkür ağladı. Xanım Zeynəb dedi ki, ata, niyə görə məni görəndə ağladın? Dedi, qızım, bu yanan xeymələrdə qaçmağımı görürəm gözümdən. O yanan xeymələrdə qaçmağımı görürəm. O nə vəziyyətdir ki, nə olacaq? Bilsən nə olacaq qızım orada? Rüqəyyəni vurmaq istəyəndə qollarımı qabağa verəcəksən. Qızım, bilirsən oradan nə olacaq? Hüseynin başın şimir kəsmək istəyəndə köməyi olmayacaq, sən qaçacaqsan ora. Qızım, bilirsən nə olacaq orada? İmam Səccadı yanan xeymədən sən çıxaracaqsan. Qızım, bilirsən nə olacaq orada? Əbəlfəzin başının üstündən Hüseyni ayağa sən qaldıracaqsan. Qızım, bilirsən nə olacaq orada? Rübabın Əl-Yəsxərini qanlı qundaqda birinci sənin ağuşuva verəcəklər. Birinci bu olacaq. Qızım, Hüseyin ki sevirsən, onu ölürsən Hüseynin dərdindən. Hüseynin başını nizəyə vuracaqlar, sən baxa-baxa gedəcəksən. Bir-biri sayırdı, Kərbəlanı göstərirdi xanım Zeynəbə. Amma o Kərbəlanın da bir ağır yeri var axı, Şam səhnəsi. Bundan söz verirəm Seydə. O Şam səhnəsi var axı. O Şam səhnəsi nədir? Hamıya dözdü. İmam Hüseynin kəsilmiş başını təndirə də qoydular. Xanım Zeynəb o təndirdən çıxmış küllü başı görmədi. Baxdı Hüseyin, Fatimə səni belə saxlayardı heç. Qurban olsun Zeynəb, sənin o təndirdən çıxan başı var. Fatimə səni belə saxlayardı heç. Gəldi Şama, bunu deyirəm elə, dərd burada deyə, dərd buradadır. Gəldi Şama. Şamda elə bir vəziyyətdir ki, hamısı baxırlar Əlinin qızı Zeynəbə. Naməhrəmlər baxırlar, bazarın qabağında saxlayırlar Zeynəbi. Naməhrəmlər baxırlar, heç kimi yoxdur Zeynəbin. Xanım Zeynəbin ürəyi dərdlə doludur. Dərdi ürəyindən daşır, amma Rüqəyyə bilmir Zeynəb dərdlidir. Elə qoruyur özünü ki, bircə Rüqəyyə bilməsin. Rüqəyyə xəbər tutmasın. Rüqəyyənin ürəyi aram olsun. Hüseyin onu mənə tapşırıb. Babu Saədə saxladılar. Elə yandırır mənə bu zikri müsibət. Saə qapısında saxlayırlar. İnsanlar doludular, hamısı ətrafda. Yəzidin xanımı çıxdı. Xanım Zeynəbin kənizi olub. Kənizi olub Yəzidin xanımı. Yəzidin xanımı çıxdı. Bu evdən gəlin köçəndə xanım Zeynəb demişdi ona ki, Hində idaldı, Hində. Nə vaxt görsən ki, Şama əsirlər gəlib, hamı hörmətsizliyi eləyəndə sən hörmət eləyərsən. Başa düşmürdü Hində bu sözü. Biraz gedəndən sonra yenə çağırdı Hində, hətta eşitsən ki, onlar kafirdilərə, yenə onlara hörmət eləyərsən. Gör, hara hazırlayır onu, hansı günə hazırlayır. Xulası illər keçdi, xanım Zeynəb gəlib, xəbər yayıldı Şama ki, əsirləri götürüb gəliblər. Yezidin xanımı düşdü yadına ki, mənə Zeynəb belə bir söz demişdi axı. Gedim, yəqin Zeynəb bu əsirlərə baxmağa tapşırmışdı məni. 6 aydır məktub yazır Mədinəyə, Hində. Məktubların cavabı yoxdur. Xanım Zeynəbə yazır. Gəldi, çatdı Saə qapısına. Gəldi o qapıya çatdı. Xanım Zeynəb onu görən kimi elə titrədir adamın ürəyini. Dedi gəlinlərə Ümmü Gülsümə, dedi xanım Rübaba ki, gizlədin məni, kənizin məni kəniz görkəmində görməsin. Dövrəmi alın. Dövrəsini aldı xanımlar, Hində gəldi. Öz kənizləri ilə gəldi Hində. Bir uca bir stol, bir qoydular, oturdu, torpaq üstündə oturmasın ki, xəlifə xanı, Yezidin xanımıdır. O hörməti var idi orada. Oturdu orada. Bu əsirlərin yanında oturub.
uşaqlara xurma verirdi. Xanım Rüqəyyə yemədi. Bir xurma verdi, uşaqlar yemədilər. Heç kim almadı. Daha siz açsınız, sizin üz gözünüzdən görsənir. Və bu da narahatdır ki, xanım Zeynəb mənə vəsiyyət elə, bax, onlara kömək eləyə bilmirəm mən. Neyiniyim? Dedi, sizin böyüyünüz kimdir? Çağırın, mən onunla danışım. Böyüyünüz kimdir? Səsi eşidiləndə xanım Zeynəb başladı ağlamağa. Göstərdilər ki, böyüyümüz bu xanımdır. Xanım Zeynəb salamun əleyhaya üzünü tutdu hində, baxdı ona, dedi ki, sənsən bunların böyüyü. Dedi, bəli, mənəm. Dedi, nə olub, niyə sizi bu vəziyyətdə götürüb gəliblər? Mən hələ heç kimi görməmişəm, bir kafir də olsa bu vəziyyətdə götürüb gəlsinlər. Nə olub sizə? Haralsınız siz? Xanım Zeynəb dedi ona ki, hələ tanımır, üzün gizlədi bu xanım Zeynəb. Dedi ona ki, Mədinədənəm. Mədinə deyən kimi hindi oturdu torpağın üstündə. Mədinə deyən kimi hindi düşdü oturdu torpağın üstündə. Üstündə hansı həvəslər? İndi Zeynəbi soruşaram ondan. Məktub yazıram Zeynəbə. Soruşaram, görüm necədir Zeynəbin halı. Gör, neçə aydır görmürəm Zeynəbi. Soruşdu ondan ki, xanım, həyəcanla soruşur. Mədinədə Haşimilər məhəlləsini tanıyırdın sən? Dedi ki, o məhəllədənəm mən elə. Haşimilər məhəlləsindənəm. Dedi, xanım, o məhəllədə mənim istədiklərim vardı. Mənim böyüklərim var idi. O məhəllədə Fatiməni tanıyırdın. Titriyir, xanım Zeynəbin ürəyi parçalanır. Asta səslə dedi. Dedi, qabırğası sınan Zəhrandan danışırsan sən. Elə bunu dedi, hində başladı ağlamağa. Dedi, Həsən var idi oğlu onun. Fatimənin oğlu Həsən var idi, onu tanıyırdın. Dedi, özüm teşdi qoymuşam qarşısına, cigərlərini qaytarıb Həsən. Bir sayır, hində həyəcana gəlir, bu kimdir axı? Soruşur ondan bir. Gəldi, soruşdu ondan ki, Əli var idi. Əli, onu tanıyırdım. Ağladı. Dedi ki, əllərimlə baş yarasını bağlamışam. O Əlidən danışırsan sən. Başını sarğın xanım Zeynəb bağlayırdı. Bağlaya dedi, indi ölçəm, əlim qurusun. Bu başa vurarlar qınısına. Bunu vurarlar qınısına. Axırda dedi ona ki, sən kimsən axı? Sən kimsən, bunları hamısını tanıyırsan? Üzün açdı. Üzün açıb bir səslə dedi. Hində utanmadın Zeynəbi tanımadın sən. Üzün açan kimi hində qucaqladı. Dedi, xanım, sən ara? Əsirlik ara, kafirlik ara xanım. Səni niyə bu vəziyyətdə gətirib gəliblər Şama? Hində öləydi, kaş bu günü görməyəydi səni. Dedi, bəs Hüseyin hanı, Əbəlfəzan, dedi, danışdırma məni, nə olar, xahiş edirəm. Nizənin başına bax, gör oxşayır o Hüseyinə. Dedi, əgər Əbəlfəz sağ olsaydı, Zeynəbi belə gətirib gələ bilərdilər bura. Ələ lənətullah, ələl qavvəl zalimin, sallallahu aleykə ya Əba Abdullah. Sallallahu aleykə ya Əba Abdullah. Allah bu gecə Qaçı dəhrinin gözü yoldadır, əlim istəyəcək. Hardan o məzlum yetimlərin gözü qapıdadır, atamız nə vaxt gəlir. Allah bu gecə
ürəyimizi boşaldar. O ölsə yetimlər başına el çəkən olmaz. Bu misrada Üstadımız yadıma düşür. Necə ki o aparıcıya Hacının ölüm xəbərini verəndə o bir söz dedi. Dedi ki, mən narahatam ki bundan sonra o kasıb alimlər neyləyəcək? O ölsə yetimlər. Sessiz boşun mənim nalə. O ölsə yetimlər başına el çəkən olmaz. O gülməsə gülməzlər dünya. Niye ağlardı gözüm Fatime'nin ayrılığında.